الله أعبد مخلصا له ديني. Yaxşı, İbrahim kim idi? Kimdir İbrahim ki, Allah Teala bizə əmr eləyib ki, biz onun hənif dininə tabi olaq, onun dini ilə gedək. Peyğəmbərinə də onu əmr eləyib. ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا. Sonra sənə vəhy etdi ki, İbrahimin hənif dininə tabi ol. Həm Peyğəmbərinə əmr eləyib, həm də bizə deyir ki, وَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا. İbrahimin hənif dininə tabi olun. Kim idi İbrahim? İbrahim Rəhmənin xəlili idi. Hansı ki Allah Teala ona özünə xəlil olaraq sevir. Xəlil də sevginin ən yüksək mərtəbəsidir. Yəni xəlil odur ki, bunun qəlbində Allahdan başqasına yer yoxdur, olmaz. Orada Allahdan başqasına yer olmaz. Elə ki, biraz yer oldu öz oğluna, Allah Teala onun imtihanı çəkdi ki, sənə olmaz. Başqasına olar, amma sənə olmaz. Eləcə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahın xəlili idi. Bəziləri deyir ki, İbrahim Allahın xəlilidir, amma Muhammed sallallahu aleyhi və səlləm Allahın həbibidir. Bu düzdür. Niyə? Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin şənini aşağı salmaqdır. Demək ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın həbibidir. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin şənini aşağı salmaqdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm həbiblik həbiblikdən daha üstün bir mərtəbədir. Necə ki Allah Teala İbrahim əleyhissalamı xəlil seçib, Peyğəmbər sallallahu aleyhi və səlləm də Buxari Müslimdə gələn hədisdə deyir: "Fə innallaha qad ittəxəzəni xalilan kəmə ittəxəzə İbrahim xalilan və ləv kuntu muttəxizən min ümməti xalilan ləttəxəztu Əbə Bəkrin xalilan." Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah İbrahimi özünə xəlil seçdiyi kimi məni də özünə xəlil seçib. Əgər ümmətimdən kimisə xəlil seçmək mənə icazə verilsəydi, mən Əbu Bəkri özümə xəlil seçərdim. Deməli, İbrahim əleyhissalam kim idi? Rəhmanın xəlili idi. Hansı ki, Allah onu özünə xəlil seçmişdi. Həniflərin imamı idi. Peyğəmbərlərin atası. Hansı ki, Allah Teala onun zürriyyətində peyğəmbərlik və kitab verdi. Peyğəmbərlik və kitab verdi. Hansı ki, Allah Əzzə və Cəllə onu vəsf elədi ki, o Allahın mömin qullarındandır. Olaraq Allah onu vəsf elədi. Allah Əzzə və Cəllə onu barədə xəbər verdi ki, ahirətdə də salihlərdəndir. Allah Teala onu insanlara imam etdi. Rəbbinə salamat, təmiz, pak qəlblə gəldi İbrahim əleyhissalam. O İbrahim əleyhissalam ki, Rəbbi ona təslim ol dediyi zaman dedi ki, aləmlərin Rəbbinə təslim oldum. O İbrahim əleyhissalamdır ki, öz qövmünə inkarı elan elədi və onlardan uzaq olmasını, Allah yolunda onlara düşmən kəsildiyini elan elədi, xəbər verdi. Allah Azze və Cəllə onu barədə buyurur ki, o öz atasından uzaqlaşır və deyir ki, İnnəni bəra'un mimmə tə'budun. Atasından və qövmindən uzaqlaşdığını elan edir. Atasından və qövmindən. İnnəni bəra'un mimmə tə'budun. Mən sizin ibadət etdiklərinizdən uzaqam. İlləl-ləzi fatarani. Yalnız məni yaradandan başqa. O İbrahim əleyhissalamdır ki, Allah Teala əmr eləyib ki, o bizim üçün gözəl nümunə olsun. Necə ki Allah Teala buyurur ki, "Qad kanat lakum uswatun hasanatun fi İbrahim vəllezina ma'hu." Artıq İbrahimdə yarhamkullah və onunla birlikdə olanlarda, ona tabi olanlarda, yəni İbrahimdə və onunla birlikdə olan peyğəmbərlərdə sizi üçün gözəl nümunə var. İz qalu li qavmihim, o zaman ki onlar öz qövmlərinə belə demişdilər: İnna bura'u minkum və mimma ta'budun min dunillah. Biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Bu bir. Kəfərnə bikum.
sizə küfr etdi. Yəni Allahdan başqa ibadət olunanların hamısı nə varsa hamısının ibadətini nə edirik? İnkar edirik, küfr edirik. Bu iki. وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ. Mümtəhənə surəsinin 4-cü ayəsi. Və bizimlə sizin aranızda düşmənçilik və nifrət başladı. Nə vaxta qədər? Sabaha qədər? Bir günə qədər? Əbədi olaraq. Nə vaxta qədər? Hətta tək Allaha iman gətirənə qədər. Hətta tək Allahı ibadətdə təkləşdirənə qədər. O İbrahim idi ki, Allahın tövhidinə dəvət etdi və haqqı açıq aydın bəyan etdi. Allah yolunda, Allah üçün qınayanın qınasından qorxmadı. Bütləri öz əli ilə qırdı və qövmü onu oda atdı. Qövmü ona oda atdığı zaman dedi ki, Həsbiyallahu və ni'məl vəkil. Allah mənə yetər, o necə gözəl vəkildir. Bu anda od onun üçün soyuq və salamat oldu. Allah Teala o da əmr edir ki, Qulna ya naru kuni berden və salaman ala İbrahim. Dedik ki, ey od, ey ateş, İbrahim üçün soyuq və salamat ol. Soyuq və salamat nə deməkdir? Yəni, hətta sənin bu soyuqluğun belə İbrahimə zərər verməsin. Çünki biz bilirik ki, nəsə soyuq olarsa, insana zərər verə bilər, xəstələnə bilər, üşüdə bilər, dona bilər. Amma Allah Teala əmr elədi ki, o da sənin soyuqluğun belə, yəni soyuq və salamat ol. Yəni sənin soyuqluğun, sərinliyin belə ona zərər verməsin. Sonra İbrahim əleyhissalam nə edir? Deyir ki, mən Rəbbimə hicrət edirəm, Rəbbimə yönəlirəm, Rəbbimə gedirəm. Allah Əzzə və Cəllə onu yönəldir ki, öz əhlini və evladını heç bir bitki, insan olmayan yerə tərk eləsin. Tərk etsin ki, orada tövhid bayrağını uzatsın. İbrahim əleyhissalam. Və həmin yer tövhid sığınacağı olsun. Və İbrahim əleyhissalam oğlunu orada tərk edir ki, tövhidə dəvət etsin orada. Bu su olmayan, bitki olmayan, yemək olmayan bir vadidə tərk edib gedir. Çünki Allah Teala ona bunu əmr edir. Ona görə də Həcər anamızı və İsmaili tərk edəndə bu quraqlıq səhrada, hansı ki, nə su var idi, nə bitki var idi, nə yemək var idi, tərk edib gedəndə Həcər anamız İbrahim əleyhissalama tabi olur, İsmailin anası, və deyir ki, bizi bu yerdə necə tərk edirsən? İbrahim əleyhissalam cavab vermir, sualı təkrarlayır. Hətta deyir ki, İsmail deyir ki, Allah sənə bunu əmr edib, Allah əmr edib ki, bizi bu vadidə qoy get. Deyir ki, bəli. Nə deyir? O da deyir ki, o zaman Allah bizi zay etməz. İmana baxın. O zaman Allah bizi zay etməz. Sonra İsmail böyüyüb atası ilə çalışmaq həddinə çatdıqda, yəni uşaqdır, balacadır, körpədir, oynadırsan, onun qayğısını çəkirsən, keşiyini çəkirsən, yedizdirirsən, içizdirirsən, böyüyüb səninlə çalışmaq vaxtına çatıb, sənə yardım eləyir, sənə kömək eləyir, işlərini yerinə yetirir, işləyir, pul qazanır. Bu hala çatdığı zaman Allah Teala əmr edir ki, öz əlinlə evladını kəs. Təsəvvür eləyin. Bu necə böyük bir bəladır və necə böyük bir imtihandır. Öz oğlunu, evladını öz əli ilə kəsməyi ilə imtihan olunur. Allah Teala ona bunu əmr eləyir.
Neynir İbrahim əleyhissalam? Onun Allahın əmrini qəbul etməsindən başqa heç bir şey eləmir. Yalnız neynir? Allahın əmrini qəbul edir. Ona görə də Allah Teala buyurur ki, فَلَمَّا أَسْلَمَ وَتَلَّهُ لِلْجَنِينَ وَنَادَيْنَاهُ اَيَّا İbrahim قَدْ صَدَّقْتَ الرُّؤْيَا. Onların hər ikisi təslim olub və üzü üstü yerə qoyduğu zaman, ikisi də təslim olub, oğlunu, yəni kəsmək üçün üzü üstə yerə qoyduğu zaman biz belə xitab etdik. Dedik ki, ey İbrahim, artıq sən yuxunun düzgünlüyünü təsdiq etdin. Və bu İbrahim əleyhissalam böyük imam, hansı ki qəlbi rəhman üçün idi, evladı qurban idi və bədəni oda atıldı və malını iki gələn qonağı üçün sərf elədi, kəsdi və bu hörmətli Peyğəmbər sallallahu aleyhi və səlləmə deyildiyi zaman ki, ya xeyral bəriyyə, ey bəşəriyyətin ən xeyirlisi, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o İbrahimdir. Hədisə Albani rahimehullah səhih deyib. İbrahim əleyhissalam bu ümməti sevirdi. Muhammed ümmətini, Müslüman ümmətini sevirdi. Ona görə də bu ümmətə salam göndərib. Tirmizidə və qeyrilərində rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən İsra gecəsi İbrahimlə görüşdüm. Mənə dedi ki, ey Məhəmməd, ümmətinə məndən salam de. Və biz də deyirik ki, və aleyhissələm və rəhmətullahi və bərəkətuh. Və sonra deyir ki, onlara xəbər ver ki, cənnətin torpağı gözəldir, suyu şirindir və cənnət düz geniş bir yerdir. Düz geniş bir yerdir. Onun əkini, ağacları Subhanallah, vəlhamdülillah və la ilahə illallah və Allahu Əkbər zikridir. İbrahim əleyhissalam barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib ki, qiyamət günü ən birinci geyindirilən şəxs olacaq. Necə ki, Buxarinin səhihində varid olub. İbrahim əleyhissalam o Peyğəmbərdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlərin içində, 124 min Peyğəmbərin içində yalnız onun dininə tabi olmağa əmr olunub. Allah Teala deyir ki, ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنِ اتَّبِعْ مِلَّةَ İbrahim Hanife. Sonra sənə vəhy etdik ki, İbrahimin hənif olan dininə tabi ol. Nəhl surəsi 120-ci ayədə. Və o Peyğəmbər idi ki, ümmət də onun dininə tabi olmağa əmr olunub. فَاتَّبِعُوا مِلَّةَ İbrahim Hanife. İbrahimin hənif olan dininə tabi olun. Allah Teala onun barədə buyurub ki, Qul innəni hədəni Rabbi ilə sırat-ı müstəqim. De ki, həqiqətən məni Rəbbim düz yola yönəldib. Dinən qiyəmən millətə İbrahim Hənifə. Düz dinə. De ki, həqiqətən məni Rəbbim düz yola yönəldib, doğru düzgün dinə, İbrahimin hənif olan dininə. Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edir ki, belə desin. Qul innəni hədəni Rabbi ilə sırat-ı müstəqim. De ki, həqiqətən məni Rəbbim düz yola yönəldib, doğru düzgün dinə, İbrahimin hənif olan millətinə, dininə. Allah Teala onu barədə buyurub ki, İbrahim əleyhissalam barədə
Və men yerğabu an millətə İbrahimə illə mən səfiyə nəfsə. Səfehlərdən başqa onun dinindən kim üz döndərər? Səfehlərdən başqa onun dinindən kim üz döndərər? Həqiqətən İbrahimin milləti, İbrahimin dini hidayətin həqiqətidir. Və qalu kunu hudən əv nəsara təhtədu. Dedilər ki, ya Yahudi olun, ya da Nasrani olun ki, hidayət olmasın. Ya əgər hidayət olmaq istəyirsinizsə, düz yolda olmaq istəyirsinizsə, ya Yahudi olun, ya da Nasrani, xəsbəraz olun. Allah Teala nə deyir? Qul bəl millətə İbrahimə hənifə. De ki, əksinə biz İbrahimin hənif olan dinindəyik. Deməli, hidayət olmaqdan ötürü nə olmalısan? İbrahimin dinində olmalısan. İbrahimin hənif yolunda olasan. Hənif dinində olmalısan. O zaman nədir? Doğru yolda olarsan. Yəni, hidayət Yahudilikdə və Nəsranilikdə deyil. Hidayət İbrahimin hənif dinindədir. Deməli, bu idi İbrahim əleyhissalam və budur onun dini tövhid, qəlbin və əzaların Allaha meyl etməsi, hətta qəlb tək Allah üçün sevgi, qorxu, ümidlə dolana qədər. İbrahimin dini olan tövhid budur. Qəlb tək Allah üçün sevgi, qorxu, ümidlə dolana qədər meyl etməsidir. Həm qəlb insanın, həm də əzaları Allaha meyl edir. Nə vaxta qədər? Hətta qəlb tək Allah üçün olsun, sevgi ilə, ondan qorxaraq və ona ümid bəsləyərək, ona dua edərək, nəzri ona deyərək, qurbanı ona kəsərək, bütün ibadətin növlərini Allaha sərf edərək, dini Allaha ixlaslı edərək, dostluğu Allah üçün olmaq, Allahın qulları ilə dost olmaq, Allahın dini üçün olmaq, uzaqlaşmağı Allahın əmrinə zid bütün şeylərdə olmaqla, Allah və Rəsuluna düşmənçilik edənlərdən uzaqlaşmaqla İbrahimin dini budur. Hansı ki, heç kəsə icazəli deyil ki, heç kim icazəli deyil ki, bu dindən üz döndərsin. Əslində dediyimiz kimi, ondan üz döndərənlər yalnız kimlərdir? Səfehlərdir və özlərini zay edənlərdir. Bu millət barəsində müəllif deyir ki, həmin bu dini şərh edərək ən tə'budallaha vəhdəhu muxlisən ləhuddin. Bu nədir? İbrahimin dini nədir? Allaha dini ona ixlaslı edərək ibadət etməyindir.